Olmazlı ben bugün öyle bir seviyede çıkış yapmak fikrindeyim ki doğrudan asabi bir vaziyettesiz prosesin büyük ekseriyetinden kısmen habersiz olsun. Biz işin içinde olduğuna göre çok adım atacağım vaziyetime istedim ki biraz parabanın mevkiyede dayanım. Ama çok tartışma olsun şimdi bizim anlaşılmalı dönem dostlarını var böylesini hareketler edin diye Doğum bayramı bir vaxtları qadağan edən, patlamanı qadağan edən, nasiblərin xalçalarını söküp aparanlardan bağlayan xarici ölkə partiyasını, yani Komünist Partiyası xarici ölkə partiyası. Çünkü Azərbaycan Komünist Partiyası yoktur. Sovyet İttifakı Komünist Partiyası var, onun yerlerde filialı var. Və Sovyet Komünist Partiyasının Mərkəz Komitəsinin katibliyinin dediği sözləri yerlerde yerine getirildi. Bu partiya bu günler Azerbaycan hükümetinin başında dayanmakla Azerbaycan halkına xəyanət edin. Siz hamınız, ben bilirim ki hamınız özünüz kadar sevdiğiniz şeyden Əliyev'in çıkışına kulağınız bir istiyatlar ama onun çıkışı yani ki gazetelere verilecek ama o muhabbetlerini yerli gazetelere vereceğim. Sonra bildirdi ki 25 yıl tecrübede işleyen onlar bu siyasetin kurbanı olan bir asasal bildirdi ki bugün Azerbaycan Komünist Partiyası Azerbaycan halkını xəyanət ediyor. Necə olabilir ki yerli bayanlarında kansına artırılan Azerbaycan Azerbaycan halkını bunun hakkında Amerika'sında biz bugün onun Marafe'nin bölgeni müdafaa etmek için referandumu kesmeye razı vermiş olan. Ben şimdi sözü birazdan Milli Meclis'e vereceğim isteyen bana bir sual verin, sonra cevap verin, sonra söz verin. Bana devrimindeki Milli Şura hakkında malumat verin. Bilirsiniz ki Azerbaycan parlamentinde bizim beyanat oldu. Müstəqil Azerbaycan blokunu biz Milli Şura'nın yaranması hakkında karar vermişiz. Həmin Milli Şura'nın strukturları işlerini ve bu 17'sinde kesilmiş referandumun nəticələri malum olandan sonra faaliyete başlayacaq. Milli Şura ona göre yaranması zəruridir ki biz 18-ci ildə Qafqaz Seymi dağlarında baş vermiş hadisələrə deməli sökən idik. O vaxt Qafqaz Seymi dağlarında Qafqaz Seyminin və Rusiyanın Azərbaycanlılardan, müsəlmanlardan ibarət yoxlatları yığılıb bir Milli Şura düzəltdilər. Həmin Milli Şura Milli Kongres Kesinlər üçün seçkilər təşkilatlar və milləti vəziyyətdən salmaq üçün, başsız olmamaq üçün tədbirlər gördü. Bu günləri Azerbaycan Komünist Partiyasının perspektifini biz görürük. Azerbaycan parlamentinin siyasi perspektifini görürük. Sabah her nasıl bir hadise baş verende devletin devlet olmak için lazım olan özünün vazife sistemi, pul sistemi, özün başında olmayan bir hükümet, imperiya dağılan bir müddette kalıp böyle başmaktan başka etmeyemeyeceğiz. Bunu tecrübede hazır olsa gösterdi. Milleti koyup kalktı. Biz hesap edirik ki millet başında olmasın diye kesit dövründe Azerbaycan'da bütün məsuliyyətimiz üstümüze götürmeli, yerlərdə müdafiə dəstələrinin bazı əsasında milli ordunun yaranmasına nail olmalı, Azerbaycan'ın kənarda olan hərbi xidmətlərini Azerbaycan'a sarılmalı və bizim müstəqil blokda olan deməli hərbicilərin, milislərin, bak mən bir misal sənləşdirəm. Mayor Karabaliyev milislərində işləyib, milli qrovlar müstəqil Azerbaycan blokundadır. Daxil İşlər Nazirində səhvində baş müfəttiş işləyən İskəndər Həmidov, Bakasinin əlini geri qaytarıb görüşməyən İskəndər Həmidov və başqaları o, həmin mən indi sadalıqların konsepsiyanı hazırlıqla onların hesablamasına görə Azerbaycanın ərazi boyu 21 daxtava tikilməlidir. Bura 18.900 Azerbaycanlı hərbiçi yerləşməlidir və hazırda Azerbaycanda 22.000 nəfər Azerbaycanlı avtomat altındadır. Bunu təşkil etmək təsin bir problem deyil. Azerbaycanda bu milli ordunu yaratmaq üçün 3.000 zabit lazımdır, 5.000 ehtiyatda zabitimiz vardır və o sənətlərində nə qədər Azerbaycan balaları meşələri qorularla məşğuldular. Yani bizim konseptimiz Milli Şura'nın konseptiyası budur ki, kendi dönümün Azerbaycan'ın özünün müdafiəsini təşkil etmək üçün bu konseptiyonu istifadə edir. Milli Şura haqqında gelişlərimiz sonra seçkilərlə görüşlərlə gazetlərdə veriləcəkdir. Biz demokratik bir mitingin aparırıq, burada hər bir adam öz fikrini deyirlər və mən Arif Məclis'e sözü veren muhaliflerin öz fikrinidir. Şahsında bütün olmaz yağlarına
təşəkkür edirik və istəyirik ki, onlar hamısı bu boş məramişə qoşulsunlar və Ordubadın bugün yaşadığı Litva günlərində Ordubada kömək eləsinlər. Siz bilirsiniz ki, Ordubada bugün siyasi sarı vəziyyətə inkişaf edir ki, düşünülmüş şəkildə Ordubad, bütünlükdə Naxçıvan, Stadıqlar, Qadarlı Azərbaycan hökuməti tərəfindən və Azərbaycanın bu kiçik demokratik hissəsinə yuxarıdan təzyiq eləməklə indi ki, hökuməti gözdən salmaq, aşağıların yuxarıların üzərinə qaldırmaq fikrində dayanırlar və mən hesab edirəm ki, bugün bu ağır vəziyyətdə olmaq cəmaatının təşəkkürlüyü göstərəcəkdir və bildirəcəkdir ki, imperiyanın hər bir yerində olduğu kimi Ordubadda da təbii tənəzzül gedir və biz Ordubadda həm də xalqın qəzetdə verdiyi müsaade göstərildiyi kimi tam qələbə qazanmağımıza baxmayaraq hakimiyyəti bölüşmüşük, kommunistlərlə bizim əleyhdə fərqlər aparmaq lazım deyil, bütün icra aparatı onların əlindədir, əgərlər tartışmırsa onların günahıdır. Və bizim qanunverici orqanlar tamamıyla demokratik qüvvələrindir, yuxarılar bizdən tələb edirlərsə, qanunlar tələb edə bilərlər, o qanunlar verilir və kifayət qədər də xalqın rəhmətin qazanıdır. Yerdən buna gəlmiş bir neçə deməli qeydlər gələtdiyindən onların hamısını hamısını oxumayacağım burada ən yeri ünvanına bəzi yazılar vardır. Burada bir ifadə var ki, yazılar ki, bəzi olaraq polisi tərəfindən təsdiq olunmayan bir kabul vətəndaş necə ödələrəsi sayır. Mən hesab edirəm ki, Ayın Sovetinin sesiyası yaxın günlərdə davam edəcəkdir və Arif Bey yəqin ki, başqa rayona göndəriləcəkdir. Mən də içəridə daha söyləmişim də dedim, mən o xəlayəti şəxsən tanımıram və heç bir də tanımağa borclu olmadığını bildirirəm. Rayon Sovetinin fikridir, biz də Rayon Sovetinin seçkilərlə öyle orada vətəndaşların seçmiş insanların qanunlarına razı olmalıyıq. Və ikinci, burada bir neçə yazılar var ki, burada biraz təhqilə yol verilmişdir. Mən o yazıları oxumadığım için yazanlardan istəyirəm və belə ifadələr hesab edirəm ki, gərəkli deyil. Bugün bizim mitingdə başqa bir məsələ vardır. O məsələ haqqında gelip şuna dediyorlar ki, sizi daha canaya masraflarla görmemek için mitingdən məsələ təxir aşağıya size bildirim ki, orman arasında bizim tələbimizlə, mitinglərin tələbiyle Rayon Sovetinin məclisinin üstündə tələbiyle belə bir tələb koymuşdur ki, tələb koymaqda olan hamısı Naxçıvanda yerləşən dəstiyə tabi edilsin, patriotluğundan ona aklına tabi edilsin. Bunun əvəzində isə onlar bir kalendatını düzəltməsində ormanlar arasında bütün qaslar olan o kalendatını və kalendatını isə mərgə tabiatında istəyirlər. Mən bunun növbəti kələk oyun kimi başa düşürəm və istəyirəm sizin rəyinizi bilir ki, belə bir kalendatı və yorulmaqda olmasına ehtiyac var, yoxsa yox. Onda icazə verin, biz bir yerdə Rayon Sovetinin, Rayon Xalq Məclisindən tələb edək ki, yaxın müddətə bir neçə gün arasında burada Rayon Xalq Məclisində Rayon İcra Komitəsindən nümayəndələr vardır. Məclisi çağırsınlar və komendaturanın bizim ərazide yerləşməsini əleyhinə tutsunlar. Komendaturanın məqsədlərindən birisi sənət rejiminin yenidən bərpa olunması, məsələsin qoymaq istəyirlər. Biz Cənubi Azərbaycanla əlaqələri çox inkişaf etdirmək istədiyimiz bir halda, Türkiye'nin əlaqələri artırmaq istədiyimiz bir halda onlar sənət rejimini yenidən qayda qoymaq istəyirlər, məsələləri fəhlə istəyirlər. Siz bu aktiyonların eğer taraftarısınızsa onda komendaturanın bura gəlməsində də taraftar ola bilərsiniz. Mən hesab edirəm ki, bundan sonra havalarla düzələsiz, sənət boyu net bir mani ola bilməz, araç kənarda biz parkımızı salmalıyıq, cəmatımız mütəmadi olmalıdır. Kimsə orada bir məsələ çəkməyə çalışarsa, həmin məsələ beraber oyun arasında çıxarılmalı, başqa bir ola bilməz. Mən Azərbaycan Hazırlıqlar kimdə bunu deyirəm ki, heç kim arazini ilhaq edə bilməz, Arap sahilinin ortasından bu tərəfə bir dənə dokunmaliyə qoyula bilməz, bu beynəlxalq qanunlara hörmətsizlikdir, Azərbaycan xalqına hörmətsizlikdir, mənəviyyatımızın arasına atılması deməkdir. Lakin bütün bunlara baxmayarak üstündən alır məqsədi məsələyi yola keçirənlər,
soysuzlar keçirənlər, başqa alır məqsədini istifadə edənlər, Arap sayında tələb rejimi pozanlar, bilmələr məhsul olmanın hərəkətləri bizim düşmənlərimizə, baxaqlarımıza imkan verir ki, onlar bizim əleyhimizə müəyyən aksiyalar həyata keçirsinlər. Bu dəqiqə Moskva dəqiqən qalmasın ki, Cənubi Azərbaycanla əlaqələrimiz cəhətləsin, Türkiyə əlaqələrimiz cəhətləsin. İstanbul-Bakı reysinin atılması çox qarışlanmalı bir hal edir. Onun qiyməti verirlər 460 dollar. Bu 30 manata görünməyəcəkdir. Kim verib gələcək? Mədəni sırasında əlaqələri qarşılanmaq deyirlər. Bilirsiniz, çox gərgin şəraitdə yaşayırıq. Bugün onların düşdüyü vəziyyət, ermənilərin yaratdığı qulları təşkilatının Qatar, Mevzun, Körüsqasına atılması və bizə qarşı provokasiyanın hazırlanması dövründə bu zaman kanalmasıların qoyulması nə deməkdir? O hərbçilər, həmin hərbçilərdirlər ki, Qarabağda Amur adlanan Azərbaycan milis dəstələr Maktor fuarı patlarında Azərbaycan milislərin Qarabağdan çıxarmağa çalışırlar. Həmin hərbçilərdirlər ki, gözlərinin qabağında qazan yapırırlar. Həmin hərbçilərdirlər ki, ermənilərin mütəmadi olmasına nəzərə başlayırlar. İndi nə olur ki, bu hərbçilər yaratında kandidatı ölçəsində ölümlə başlayırlar. Azərbaycanda, bəli, Azərbaycanda hər hansı bir qurum yanananda Azərbaycanın tabelində olmalıdır. Burada yananan kandidatı Maksimala tabi olmaqda biz də mən eləcək ki, o tərəfində dura bilərik. Lakin Məhrenin, anasıdır, Məhrenin bir oyuncağı burada qurmağa eləcək xalqın işləri yoxdur ki, ona icazə versin. Biz bir şəkildə onlara icazə verə bilərik ki, həmin kandidatına Maksimala siyasına tabi olsun. Başqa şək ola bilmez. Bu, mən elə bilirəm ki, bu hal yerlərdir, belə bilir. Ondan mən hesab edirəm ki, Orduqda bugün düşünmüş iqtisadi vəziyyətlər, orduqda bu vəziyyətdən çıxmaq üçün çoxlarının əməkləri var, siz bilirsiniz. İrandan, Türkiyədən, müxtəlif ölkələrin şirkət sahiblərinin buna bərat olunması, bu işlərin görülməsi. Siz bilirsiniz ki, bax, mən indi sizə bir boş nəzər verim ki, Azərbaycan deməli, İnşaat Mühəndisləri Universitetin daxiləndə Mühendis Teologiya Üniversitesi'nin Orduqda bir tədris məqsədi yaxlaşdırılması gələcəkdə innovasiya olunacaqdır. Burada Orduqdan məqsədindən olan bütün tələbələr təhsil alacaqlar. Orduqda bir çox Türk məqsədləri bərabər şəhinin məqsədi artmaq fikrinin dəqiqlə. Yəni Orduqda krizdən çıxmaq üçün hər əlindən gələn eləyir. Bu yolda ən deməli öndə bizim arkadaşlarımızdan birisi Derdan Bey Fazlaliye'dir. Eğer icazə versəniz Derdan Bey'e bir çıkış olarak o fikirlerini verirler. Evlerden gelen müracaatlardan size bildirəm. Ben millet mağlubu rahat taraftarı ve mənəfət istemiştim. Eğer istəyirsən çıkış edə bilər. Yerden bir yağıncı Allah bildirirlər ki, KPC adına dayanan idarə eylətdə, xahiş edib məzuriyyət vaxtında səhərli xidmət yerləri tərk edib vətənə qaydaların müəssisəsiz haqqında məlumat verəsin. Mənə bayan idarə eylətdən üzvü kimi, Azərbaycan Xalq idarə eylətiniz kimi, yəni Qordoğulaq eylətiniz kimi, həm də ki, bir millət vəkili kimi, həmçə demişəm və deyirəm ki, bütün baxıb gələn Azərbaycanlılarına və orada qalıb qaçmaq üçün hazırlaşanlar burada bir tərəfdən tam müdafiə olacaqlar. Hətta mən şahsan kənar da olsa, bir asker arasında yazı surətdə tələqə yazı vermişəm ki, bu oğlanın həbsə və başqa yerə çalınmaq üçün mən bütünlüklə məsuliyyəti öz üzərimə götürürəm. Biraz əvvəl miting üçün milis rəsməyə verdi, məhkəməyə verəcəkdir və mən deyirəm, indi belə qalsam bütün milis oğlanları, hamısı Ramazabadəli olanların hamısı burada gəlib qarşısında mən məhkəməti öz üstünə götürürəm, heç bir aşağıya getməkdən söhbət gedə bilməz və bundan sonra mitiklər təşkil onları burada bircə də müdafiə edə bilərik. Başqa söhbət ola bilməz. İndi isə sözü mən Rahat Bey verirəm, Rahat Bey deməli, xalq rəfasının bana dedi ki, bu üzvü indi, yəqin ki, üzvüdür və o istəyir ki, öz münasibətini bilirsin. Bazıların qardaşlarım, hamımızı bazı münasibəti təbrik edirəm. Mən sözümü istəmirdim, ancaq bir bazı mənə yaxındaşı deyir ki, sən danışın. İcazə verirsə danışın, icazə verirsə danışın.
Sizin hamınız, Orta Soyun cemaati 80 manat sağlayır. Şehrin tariflerine, mevcut tariflerine. Bir istiladım böyle hüccetdarı, aziyetdarı var. Elə istəyir, hər kim halqa xeyir götür cəhmətidir, onun daxil yoktur. Bir manatlı xeyir verirsə və ya gecə yatmırsa demək cəhmətidir. Ancaq bizdə də çox yatmayan yoktur. Ağala hamımızın bayramından sonra təbrik edirəm. Hamımızın ömür sağ-sağlığı arzu edirəm. Qulaqın aklın doğrunda. Benim doğma kardeşim dedi ki, doğma kardeşim. Burada işbak edilir. Dedi ki, sen yokla tanrı atılmasına vurup, sahatlamasına sevinirsin. Dedim öyle sevinir ki, arazimiz geniş olacaq, sağdaklar başımızda durmayacaq, malqaramız gelip otlayacaq, sağlığı arada tutacaq. Birden bağırsın ki, sen ne sevinirsin? Deyirəm də deyir, İyonbaşı qardaşlarını görəcək. Dedim, əzizlər, gəl, Azərbaşı qardaşı, nə fərq edirəm? Minik bayanı Rahat bəy çox böyle ekrafdan danıştı. Ama bu kardeşi var o. Çok böyle qəlbə taşmışdı. İndi tarixli indi başqa bir tərkib eləməyəcək. Həmişə onlarda oradan əgər tərkiblər olmasında çox əgər tərkib, yuxarı adıma səhətlərində çox, ya nəzərini sabah öyrətilmə yol tərkibdir. Çox zəhmət tərkibdir. Ağaçan tərkibləri ona sağ ol deyirlər. Burada müraciət. Deməli belə. Bilirsiniz, ama bütün bunlara bakmayarak biz istiyoruz ki bu günleri hamımız dahilde tanıdığına göre Doğudan milletin doğru gününde çirklere, haberlere bayram yapmakla böyle ibadelerimiz biraz bahsettiğinden İbadet olan ben bugün tamamıyla demeli Danış abi. Bugün irademiz yaprakları hakkında bir katmanla kabul ediyor. Orada çatıyı sanan bizim cemaat kağıtlarımızdan birisi Adil Bey'di. Yani oylam rahmanımız yapındadır. Cemaat, ben isteyen bugünkü münasebetlerden cemaatin bütün gün müraciatını bir katmanasını layihasını okuyup layihaya kabul ederseniz bu katmanları Cemil Hükümetler Yukarı Bayramı'na takdim ediyor. Azerbaycan Başyasası Orman Olan Şubesi'nin 20'si var. 1991. tarihte Orman şehrinde kesildik. Tahminimiz İngin Gətnamesi. Bizim iştirakları Azerbaycan'daki bugünkü istimai siyasi vəziyyəti nəzərə almaq yararlıdır. Birinci, Azerbaycan Ali Sovyetinin 17'si Mart İttifak referandumunda iştirak etmek hakkında kararını işlenmesin ve bu Azerbaycan'ın işgalini kanunlaştırmak yaptı kimi kıymetlendirilsin. İkinci, Naxçıvan arasında referandumun Naxçıvan arasında təsdiqinə liberal yanaşmasını Naxçıvan ailesinin iradesine zid tasdim kimi kıymetlendirilsin. Şimdi, Orada Allah Hassaslıkları Meclisi'nin ittifak referandumu kesilmeyin, rayon arasında kesilmemek hakkında kararı olmasına bakmayarak rayon partiya komitesine rayon milis şubesi tarafından seyyade referandum kesilmek bahsi kanunsuzluk kimi kıymetlendirilsin. Bu kanunsuzluk aksiyasını kesilenlerin kanun karşısında zarar vermesi temin edilsin. Dördüncü, rayon arasında mevri rayonuna tabi ettirmekle komendaturanın yaratılmasına açıklığa bildirilsin. Onun ancak Naxçıvan Muhtar Respublikasının arasında olan bölmeye tabi ettirme şartıyla yaranmasına mesleğini hesap edilsin. Beşinci, Orman rayonunda demokratik ekseriyetin
səsvermə yoluyla indiki bərqərar olan Ordubaş hökuməti yuxarıların və bəzi qüvvələrin tərəfindən sıxışdırılması pislənilsin. İndiki mövcud Ordubaş hökuməti xalqın iradəsini ifadə etdiyindən ona qarşı tətbiq olunan tüm siyasi aksiyalar pislənilsin və rəvan cəmaatının həmin hökuməti müdafiə olunması çağırılsın. Və mən indi bu qəsməndə sağlamayıb istəyən bir məsələndə sizin nəzərinizə baxdırım. Respublikada qiymətlərin bağlanmasına meyilvat edəsən, qiymətlərin artmasına istəyirlər ki, gözləri açırlar, bazar aydandan. Mən istəyirəm qəsməndə bir bənd taraf ki, Ordubaş rayon siyasi qısa müddətdə çağırılsın, yuxarıda göstərilən bütün bəndlərin münasibətini bildirsin, eyni zamanda qiymətlərin bağlanması bizə şamil olunmasın. Çünki bütün yerli səbəblərin qanun yolunu təşəbbüsü və yuxarıdan qarşısında çıxış etməsinə əsas vardır. Və mən bu layihəni səsə qoyuram. Kim bu layihənin tərəfdarlıqda xahiş edirəm, səs versin, yəni həd etsin. Kim nə deyilmədir? Onlara icazə verin, sizin hamınıza uğurlar dilərim və inanımı bildirim ki, bütün qüvvələrinizi birləşdirib, bu ayağı daşlı kəmərli yolları gələrəkdə hansı məlumiyyətləri adam qaldıra bilmiş isə, həmin məlumiyyətlərə oxşar digər məlumiyyətləri qaldıran qaldıran edəcək və Azərbaycan xalqının mənəvi işlərişi olacaqlığı yolunda bir olacaq və bugün bizim iradəmizi ifadə edən bütün hakimiyyət orqanlarının və ictimai təşkilatlarının da təhsil saxlayabiləcək aralıqda ifat kanallarımızdan çıxara biləcək. Və axıdan istəyən bilirəm ki, bizə bir neçə şikayət məktubda olmaq yolu onlarla maraqlanıb yerli tanıta taxtırıb özümüz birbaşa məşğul edirik. Və icazə verin ki, sizin hamınızın adınızdan bugün Ordubaşda asfaqda olan və Ordubaş xalqının hörmətini qazanan bilirsiniz ki, Doktor Seyidov və Vətəgəliklərin bütün yaxınlarına miting adından baş bağlıyıq. Allah rəbbətin asıl desin, hamınızı orada rastlayırım. Sağ olun.